xoşum gəlmir, duruşu. Bir dəfə eləşdirmişəm. Bir ay, 2 ay keçib. Elə keçən il sentyabrda elədim. Bəli. İndi bilmirəm, özünüz qərar verin ki, necə eləmək istəyir. Bu həqiqi botoks xoşuma gəldi. Sizin səhifənizdə gördüm. Natural botoksdur. Biraz o qaşları oynadanda olmuyor. Yəni tam tarıma çəkilmir bu həqiqi botoks. Bir də nə istəniz, zəhmət olmasa qaldırın, gülün. Eləyimsiz, amma bir dənə də gülün. Güləndə göz ətrafı qırışmır. Qırışmır. Onda eləməyəcəm. Qaş arası alın. Qaş arası alın. Bir də sizin bu yanağınızla bu yanağınızda fərq var. Yəqin onu görürsünüz. Görmüşəm. Bu yanaq çox qəşəng yerində oturur. Burada düşmə var, bu belədir. Bunu düzəltmək istəyirəm. Mən elə bil ən çox bu tərəfindən narahatam. Elə bil ki, yorğunluğun ən çox gözümün çökməyi ilk dəfədən də bura daha çökürdü. Mən elə gəl, bəlkə ola bilər, bəlkə siz səhv salırsınız indi məndən danışan bu tərəfiniz. Bu tərəfim daha çox idi. Elə bir qaş düşüyündə əslində bu tərəfdən başlayır. Bəlkə yanağı deyə bilmərəm, mən bu tərəfindən daha çox narahat idim. Siz daha, sizin gözünüz daha yaxşı görür. Mən buradan görürəm ki, bu yanaqla bu tərəfindən düşür, sağ tərəfindən. 5 nöqtəyə ehtiyac var. Baxın, 5 nöqtənin ehtiyacı nədir? Yəni, heç vaxt heç nə eləmirik, dərimizə qulluq eləmirik, baxmırıq, dəri qurudur, dəridə ləkə var. Yəni, bunu mən 5 nöqtə ilə deyirəm ki, eləyin, dərinizi qəşəng nəmləndirin, tərabətli olsun, makyaj özünüzdə qəşəng otursun, dəri rəngi bərabərləşsin. Yəni, bu kimi şeylər üçün 5 nöqtə bütün xanımlara lazımdır. Yəni, 5 nöqtənin xeyri var ki, ziyanı yoxdur. Amma bu da biorehabilitasiyadır. Sadəcə olaraq texnika fərqi var. Bu 5 dənə bağa vurulur, lifting bağına anında lifting verir. Biyosi bütün üzə vurulur, 2 həftə sonra nəticəsini verir. Yəni, hansını istəsəz onu da eləyəcək. Yəni, alınla bir yerdə biyonu da deyirsiniz. Eləyə bilərsiniz, bəli. Yəni, siz hansı məsləhət görürsünüz? İkisini də eləyəyim. Eləyir. Tamam. Əyləşin.